Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bugün biz deməli 9 dənə gözəl dadlı salat hazırlayacağıq. Baxın görürsüz. Vinegret salatı, lobya salatı məşhur, didmə salatı kişmişlə, ciyar salatı, ananas salatları olacaqdır. 2 dənə cürbəcür, şuba salatı, əsl balıqla, kukuruz salatı, dısvağa salatı və s. İndi başlayırıq əziz izləyicilər bunları hazırlamağa. Getdik. Əziz izləyicilər, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Deməli, bu salat çoxlarının bildiyi didmə salatıdır, ancaq bunu biz qeyri-adi tam verən bir dadla hazırlayacağıq. Yəni, bunun içinə biz kişmiş, qara kişmiş tökəcəyik. İnandırım sizi, dadı çox gözəl olur. Yəni, mən bir dəfə bir toylarda yedim. Yəni, tərkibi toyuğun döş ətidir, belə didilmiş, siz desəz mal əti də eləyə bilərsiniz, amma ancaq mən toylarda toyuğun döş ətindən yemişdim. Ondan sonra sarımsaq 1-2 tiş vuracağıq, tam versin. Qoz ləpəsi, mayonez, duz və stöz zövqə görə. Onu da qeyd edim ki, kişmiş ona xüsusi tam verir. Yəni, belə hazırlayın, özünüz görəcəksiniz. Yəni, birinci salatımız bizim bu kişmişli didmə salatı olacaq. Biz qarşıdan yeni il gəldi, ona görə yeni il süfrəmizə çoxlu salatlar hazırlayacağıq və hamısını da sizinlə paylaşacağam. Birinci salatımız deməli belə deyək. Didmə salat kişmişlə. İndi başlayırıq hazırlamağa. Deməli belə bir qab qoymuşuq, onu qırağa qoyalım hələlik. Deməli nə edirik? Gördüyünüz kimi toyuğun döş ətidir. Deməli, əziz izləyicilər, belə bir sürkəşdən götürürük, sarımsağımızı keçirdirik, yəni rəndələyirik, bax beləcənə. Bu sarımsaq ona xüsusi tam verir. Çox adam əziv edir, ancaq belə rəndədən keçirdəndə həm xırda-xırda olur, bax belə gördüyünüz kimi. Baxın, görürsünüz necə? Həm də yaxşı olur da, yəni o əzəndə suyu zadı çıxır, ancaq belə də daha da yaxşı olur. Gördünüz, xırda-xırda olur. Bu didmə salatına ümumiyyətlə şey tökülməlidir, sarımsaq ki, ona xüsusi tam versin. Baxın, beləcə elədik. Üzərinə deməli kişmişimizi əlavə edirik. Belə qara kişmişimizi və qoz ləpəmizi xırda-xırda beləcə doğramışıq, gördüyünüz kimi. Və qoz ləpəmizi əlavə edirik. Ondan sonra zövqə görə duz əlavə edirik və qara istiot. Yəni, bu ona xüsusi tam verir. İstiotu da əlavə etdikdən sonra mayonez töküb yaxşıca qarışdırırıq. Deməli, əziz izləyici, qabımız balaca oldu deyə dəyişdik. Belə bir qabda qarışdırdıq və artıq hazır oldu. İndi başlayırıq əziz izləyicilər. Baxın, belə bir qab qoymağa və belə figurkadır, belə deyək də, fason verəcək buna. Və onun içinə bax beləcə salatımızı töküb və hər tərəfinə baxın beləcə yayırıq. İnandırım ki, bunun dadı o birisindən daha da yaxşı olur. Yəni, belə deyək, kişmiş olduğundan, biraz sarımsaq, yəni
şirin acı qarışır bir-birinə, xüsusi tam verir. Əziz izləyicilər, gördüyünüz kimi bax beləcə elədik və bunu beləcə çıxardırıq və gördüyünüz kimi beləcə fason alındı. Görün, baxın beləcə dördbucaq gözəl bir salat alındı. Üzərinə isə bir əcə kişmişdən belə bəzək edə bilərik. Beləcə bəzək yedirik. Artıq salatımız hazırdır. Birinci salatımız bizim belə kişmişli didmə salatıdır. Və yaxud didmə salatı kişmiş ilə. Beləcə hazırlayın. Hazırlayan hər kəsə nuş olsun deyirəm. Çox dadlı və gözəl alın. İkinci salatımız yeni il üçün şuba salatıdır. Bu şuba salatını ancaq biz balıqla hazırlayacağıq. Yəni qeyri-adi tam versin. Əsl balıqla. Çünki bu şuba salatını bizdə çox adam toyuğun döşəti ilə hazırlayır. Ancaq bunun əsl resepti balıqla olmalıdır. Ona görə deyirlər seć pat şubai. Ona görə bizə nələr lazımdır? Mən belə konservləşdirilmiş balıq istifadə edirəm. Yəni bunun sümük zadı adamın ağzında əriyir. Balıq, göy soğan mən əlavə etmişəm. Siz istəsəz ona baş soğan da əlavə edə bilərsiniz. Kök, ondan sonra kartof, çuğundur. Bir də yumurta. Yumurtamızı deməli bura qoymamışıq və soğutma pişmiş, qabığı soyulmuş, belə deyərdim, yumurta. Təbii ki də mayonez olacaq belə iz salmaq üçün. Duz, yodda zövqə görə. İndi başlayırıq biz bunları hazırlamağa. Deməli birinci layımız, bax belə bir qabı qoymuşuq. İçərisinə deməli əziz izləyicilər, belə bir halqa qoyuruq. Xüsusi qablı salat üçün, şirniyyatlar üçün biz bu kruqavoy edəcəyik. Deməli götürürük sürkəcimizi və başlayırıq. Birinci layımız bizim kartof olacaqdır. Başlayırıq sürkəcdən belə deyim keçirtməyə. Deməli əziz izləyicilər, gördüyünüz kimi baxın beləcə kartofumuzu sürkəcdən keçirtdik və hər tərəfinə yayıb üzərinə duz əlavə edirik zövqə görə və yod əlavə edirik. Yoddan sonra isə başlayırıq mayonezimizlə iz salmağa. Bax belə. İz salırıq. Bunu belirlədikdən sonra deməli əziz izləyicilər, götürürük balığımızı. Bax belə bu şəkildə belə hər tərəfinə doğrayırıq. Balıq buna xüsusi tam verir. Beləcə edirik. Əllə də əzib etmək olar. Çünki bu balıq gördüyünüz kimi beləcə əzilir. Yəni bax beləcə əllə də əzmək olar. Kifayətdir məncə. Balığı da belə elədikdən sonra üzərinə soğanımızı, yaşıl soğanımızı əlavə edirik. Bəx qeyd elədiyim kimi siz istəsəz baş soğan da əlavə edə bilərsiniz.
Gördünüz əziz izləyicilər. Və başlayırıq yenə mayonezlə iz salmağa. Belə edirik. Deməli, əziz izləyicilər, belə xətt saldıqdan sonra başlayırıq yumurtamızı keçirtməyə sürkeçdən. Yumurtamızı da beləcə keçirdikdən sonra hər tərəfinə yayırıq ki, düz olsun. Deməli, əziz izləyicilər, belə etdikdən sonra üzərinə yenə zövqə görə bir ədcə süt əlavə edirik və bir ədcə də duz əlavə etdikdən sonra yenə mayonez deyirik. Və kökümüzü əlavə edirik. Yenə də sürkeçdən keçirdirik, deməli, salatımızın üzərinə. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax, beləcə kökümüzü də etdik. Yenə də süt zövqə görə tökürük. Və duz biraz səpirik. Və yenə mayonez deyib sonuncu layımızı edəcəyik. Sonuncu layımız da təbii ki, çuğundur olacaqdır. Beləcə edirik. Və çuğundurumuzu sürkeçdən keçirdirik. Sonuncu layımız bizim olacaqdır çuğundur. Deməli, əziz izləyicilər, gördüyünüz kimi artıq çuğundurumuzu da hazırladıq və yekunlaşdırıb bəzək qoya bilərik. Və istəyirəm bura bu ilin ili olan 2026 yazam. Görün necə alınacaq. Şey alındı. Burada belə bəzəklər qoyaq. Belə. Onu da. Yəni zövqünüzə uyğun bəzək istəsəz, nə bilim, qarzat da çəkə bilərsiniz. Yeni ilə aid nəsə
çəkə bilərsiniz. Baxın belə. Gördünüz necə gözəl 26 alındı. Belə bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun və bunu da belə edib artıq çıxardırıq. Belə. Gördünüz əziz izləyicilər necə gözəl 2026-cı ilin salatı alındı. Şuba salatımız. Görürsünüz necə gözəl. Yəni üçüncü salatımız isə vinegret salatıdır. Deməli bunun üçün bizə nələr lazımdır? Soğutma pişmiş, bax belə lobiya, çuğundur soğutma pişmiş, hamısı gördüyünüz kimi 4 bucaq doğranıb, köhdü soğutma pişib, 4 bucaq doğranılıb, kartofdu, soğandı, baş soğan tökürük, kişnişdi, belə deyərdim, xiyar turşusu, ondan sonra malakan usullu kələm və duru yağ lazım olacaqdır. Əziz izləyicilər, çox insanlar bunu soğança eləyib içinə tökür, ancaq o çox elə də mənim xoşuma gəlmir. Yəni biz belə edirik. Üzərinə yəni duru yağ tökəcəyik, soğanda belə olacaqdır və duz istiyor. Onu da qeyd edim. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax beləcə lobiyamızı əlavə edirik bura. Ondan sonra malakan usullu kələmimizi deməli əziz izləyicilər, istəsəz bir balaca zövqə görə istiot əlavə edə bilərsiniz, yəni zövqə görə və duz əlavə edəcəyik. Belə etdik və başlayırıq yağımızı əlavə etməyə. Belə yağ əlavə edirik. Yağ əlavə etdikdən sonra salatımızı yaxşıca qarışdırırıq ki, tərəvəzlərimiz bir-birinə belə deyərdim keçsin, yəni qarışsın daha doğrusu. Salat mənim çox sevdiyim salatlardan biridir. Mən bunu bax bu üsulla hazırlayıram. Bəzi insanlar soğança eləyir, içinə tökür, filan beşməkan. Ancaq biz bax belə hazırlayırıq. Yaxşıca qarışdırmalıyıq ki, bütün tərəvəzlərimiz belə deyim bir-birinə qarışsın. Yağı deyəsən biraz azdır, biraz da belə üzərinə gəzdiririk. Biraz rəngi şeydi, indi çuğundurun rəngi bir müddətdən sonra çıxacaqdır. Baxın, beləcə vinegret salatımız hazır oldu. Beləcə hazırlayın. Hazırlayan hər kəsə nuş olsun deyirəm. Tez başa gəlir və dadlı bir salatdır. Yəni bax, əsl vinegret salatı. Üsulla hazırlayın, özünüz də dadından doymayacaqsınız. Deməli bizim bugünkü 4-cü salatımız isə belə deyək, lobiya salatıdır. Bizə soğutma pişmiş lobiyalar, toyuğun döşəti belə didilmiş, sarımsaq, biraz kişniş və mayonez lazım olacaqdır. Təbii ki, duz istiyor zövqə görə. Ancaq bir şey qeyd edim ki, buna istiyor çox tökülür. Yəni istiyor buna çox tökülür, biraz acı olur deyə. Deməli əziz izləyicilər, bax ilk öncə başlayırıq toyuğumuzun döşətini bax beləcə tökməyə. Qabımıza üzərinə pul biber əlavə edirik. Biraz qırmızı istiot əlavə edirik. Və bir də qara istiot əlavə edib
Biraz da duz əlavə edib bunu birəcə qarışdırırıq ki, hamısına çöksün. Bax beləcənə elədikdən sonra belə sürkəşdən sarımsağımızı keçirdirik xırda gözündən. Bax beləcənə 2-3 diş sarımsaq. Güzelce bax beləcə sarımsağımızı keçirdikdən sonra biraz video çəkdik. Üzərinə lobyamızı əlavə edirik. Bu qədər tökdük, bəsdir. Və kişnişimizi doğrayırıq. Deməli, kişnişimizi beləcə xırda ilə üzərinə beləcə doğrayırıq. Buna əslində əziz izləyicilər, belə deyək, petruşka gedir. Sadəcə biz kişniş əlavə edəcəyik. Çünki petruşka biraz acılıq qatır, ona görə mən elə sevirəm. Və mayonezimizi əlavə edirik. Mayonez əlavə etdikdən sonra başlayırıq bunu yaxşıca qarışdırmağa. İnandırım sizi, çox gözəl, həm az ərzaqlar gedir, həm də dadlı bir salat çıxır. Biraz da tuz əlavə edək. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax beləcə salatımız hazır oldu. Götürüb belə boşqabı qoyub üzərinə belə dəmirimizi qoyuruq və fasona salırıq. İzləyicilər, belə elədikdən sonra qaldırırıq və salatımız hazır. Baxın, gördüyünüz kimi həm görünüşü gözəl alınır, həm də özü dadı gözəldir. Gözəl bir salat hazırlayacağıq. Deməli, bu salat kişmişli toyuğun ciyarından hazırlanır. Bizim növbəti salatımızdır. Bunun üçün bizə nələr lazımdır? Deməli, soğutma pişmiş
kartofdur, sürkəçdən keçirilir, kökdür, yumurtadır, hamısı soğutma bişir. Soğutma bişmiş toyuğun döşədi, yaşıl soğan, kişmiş və mayonez lazım olacaqdır. Deməli, əziz izləyicilər, ilk öncə götürürük, belə bir qab qoyub və içinə belə bir dəmirimizi qoyuruq. Baxın belə. Və başlayırıq bunları hazırlamağa. Deməli, ilk öncə bizim birinci layımız olacaqdır kartof. Belə hər iki tərəfinə edirik. Və üstündən belə basırıq ki, olsun, yumuşaq aşağı düşsün. Üzərinə zövqə görə istiot əlavə edirik. Zövqə görə duz və başlayırıq mayonezlə xətləməyə belə. Baxın, belə. Və xətlədikdən sonra deməli ciyarımızla soğanımızı əlavə edirik. Belə qarışıq hər birini edirik. İnandırım sizi, çox dadlı bir salatdır. Bunu həmişə mən hazırlayıram. Belə. Edirik hər tərəfinə ət olsun. Gördüyünüz kimi elədikdən sonra üzərinə yenə mayonez əlavə edirik. Belə. Ondan sonra arasına kişmiş əlavə edirik. Xüsusi tam verir bu kişmiş. Və hər tərəfinə səpirik. Səpdikdən sonra yumurtamızı əlavə edirik. Belə. Beləcə çəngəllə edirik. Və sonda yenə mayonez deyirik. Mayonezlikdən sonra axırıncı lay.
Biz tuz əlavə edək. Markovumuzu qoyuruq. Baxın belə. Markovu qoyduqdan sonra başlayırıq yavaşca salatımızı çıxartmağa. Artıq hazır. Kişmişlər töküldü. Və üzərinə də bir də beləcə kişmiş qoyuruq. Bəzək üçün. Belə. Deməli, bizim növbəti salatımız isə ananas salatıdır. Çoxlarının sevdiyi və məşhur bir salatdır. Bunun üçün bizə nələr lazım olacaqdır? Xırda doğranılmış qoz ləpəsi, toyuğun döş əti, yəni bişib, soğutma bişib, didilib, ananas dilimləri belə xırda doğranılıb, yəni 4 künc və kukuruz, qarğadalı lazım olacaqdır. Deməli, əziz izləyicilər, indi başlayırıq bunu hazırlamağa. Birinci, belə deyərdim, layımız olacaqdır. Belə bir qab qoymuşuq, dəmir, yəni bir çox salatlarda istifadə etdiyimiz. Birinci layımız bizim toyuğun döş əti olacaqdır. Toyuğun döş ətini beləcə qoyuruq və üzərindən beləcə basırıq ki, hər tərəfinə olsun. Və mayonez deyirik. Bunu siz qarışıq da eləyə bilərsiniz. Sadəcə mən belə eləmək istədim. Yəni lay-lay. Və qoz ləpəsini beləcə səpirəm üzərinə. Tez başa gəlir bu salat. Beləcə qoz ləpəsini səpdikdən sonra qarğadalımızı əlavə edirik. Belə. Yenə də mayonez deyirik. Və yenə ananasımızı əlavə edirik. Çox gözəl, turşa şirin, belə deyərdim, salat alınır. Hazırlayın, özünüz də görəcəksiniz. Qoyaq hər tərəfinə. Artıq hazırdır. Deməli, əziz izləyicilər, belə qoyduqdan sonra bax beləcə edirik. Özü biraz tökülür böyrəsə də. Olan şeydir. Baxın belə. Salatımız alındı. Beləcə gözəl
Lay lay ananas salatımız, növbəti salatımız yenə də ananas salatıdır, ancaq başqa cürə. Deməli, əziz izləyicilər, burada nələrdir? Toyuğun döşətidir, bax belə didilmiş formada. Holland pendiridir, belə sürkəşdən keçirilib, yumurta, ananas, bir də sarımsaq lazım olacaqdır. Təbii ki də duz istiyor zövqə görə, yəni istiot yox, daha doğrusu birazcık duz tökmək olar, o da zövqə görə. Bir də mayonez. Deməli, əziz izləyicilər, götürürük, bax beləcə sarımsağımızı sürkəşdən beləcə keçirdirik, xırda-xırda olsun deyə, 1-2 tiş. Yəni deyəcəksiniz ki, burada ananas var, şirinlə acı, necə olacaq? İnandırım sizi, çox gözəl tam verir. Hətta mənim kanalımda var, belə deyim, sarımsaq, Holland pendiri, bir də mayonez. Yəni ananas, Holland pendiri, sarımsaq, bir də mayonez. Üç olur, çox da gözəl tam verir. Bu da sadəcə başqa bir belə deyərdim salatdır. Bax beləcə etdik. İndi üzərinə mayonezimizi əlavə edirik. Kifayət edər və yaxşıca bunu qarışdırırıq. Deməli, yumurta, ananas, toyuğun döşəti, sarımsaq, bir də Holland pendiri. Kandırım sizi, çox gözəl bir salat alınır. Qarışdırırıq, yaxşı-yaxşı. Beləcə qarışdırdıqdan sonra indi rəflərə qoyub fason verəcək. Deməli, əziz izləyicilər, belə bir qab qoyduqdan sonra salatımızı tökülüyük onun içinə və beləcə hər tərəfinə edirik. Belə etdikdən sonra və salatımız gözəl alınır. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bir dənə yumru, bir dənə də belə dördbucaq salat, ananas salatı hazırladıq. Əziz izləyicilər, bizim növbəti salatımız isə hər kəsin sevdiyi bir salatdır. Deməli, bunun üçün bizə nələr lazım olacaqdır? Göy biraz lazım olacaqdır. Yox, bura. Qırmızı soğan, bax belə samavari doğranılmış, lobya, çox adam konservləşdirilmiş lobya edir, ancaq biz pişmiş lobya etdik. Yəni onu da edə bilərsiniz, bunu da. Nar dənələri, toyuğun döşəti beləcə didilmiş, qoz ləpəsi və xiyar turşusu. Təbii ki, duz istiyor zövqə görə və bir də mayonez lazım olacaqdır. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, ilk öncə altdan belə deyək, lobyamızdan soğanımızı əlavə edirik. Deməli, gördüyünüz kimi, əziz izləyicilər, baxın, soğanımızla belə lobyamızı tökdük. Ondan sonra üzərinə göyümüzü, siz petruşka da tökə bilərsiniz, ancaq biz buna kişniş tökürük, yəni belə deyək. Göy olaraq kişniş edirik. Yəni zövqə uyğundur da. Mən ümumiyyətlə kişniş sevdiyimdən, yəni petruşka biraz acı eləyir deyə elə çox tökmürəm.
Buna göre bizim göyümüz kişniş oldu. Kişnişi de belə tökdük. Ondan sonra toyuğumuzun döş ətini əlavə edirik. Qoz ləpəmizi əlavə edirik. Xiyar turşumuzu əlavə edirik. Və nar dənələrimizi. Kifayətdir. Aha, indi başlayıb mayonezini, sosunu vurub və duzunu qarışdıracağıq. Deməli, zövqə görə biraz duz vururuq. Xiyar əgər çox duzludursa elə belə vurur. Ondan sonra zövqə görə istiot əlavə edirik. Və mayonezimizdən töküb yaxşıca qarışdırırıq. Sifdə biraz az edirik mayonezi. Əgər az olarsa təzdən belə deyərdim, əlavə edəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi belə qarışdırdıq. Artıq salatımız hazır oldu və qaba qoyub süfrəyə verə bilərik. İndi servis edəcəyik. Bax belə əziz izləyicilər, boşqaba qoyduq, servis etdik. Çox gözəl və dadlı alınır. Bu qədər. Deməli, istəsəz üstünə bir bəzək olaraq da belə nar dənələri səpə bilərsiniz. Bax belə. Belə daha da gözəl olsun. Yəni növbəti salatımız budur. Deməli, bu salata ruslar dısvağa salatı deyirlər. Bunun üçün bizə nələr lazımdır? Deməli, gördüyünüz kimi Holland pendiri, sürkəşdən keçirilib kartoşka, yumurta, qoz ləpəsi, yaşıl alma. Buna yaşıl alma gedir, çünki digər almalarda qaralma gedir. Salatda qaralır, ancaq bu alma yaşıl. O, belə deyək də, qaralmır, ağ olur. Toyuğun döş əti və soğan. Bunun elə xüsusi tamı ondadır ki, soğanla alma qarışır, belə xüsusi tam verir. İndi başlayırıq bunu hazırlamağa. Əziz izləyicilər, indi başlayırıq bax belə qablar qoymağa. Onu da qeyd edim ki, mayonezi bayaq demədim. Təbii ki, bilirsiniz ki, heç bir salat mayonezsiz və duzsuz, istiyotsuz olmur. Və başlayırıq indi hazırlamağa. Deməli, əziz izləyicilər, götürüb birinci layımız bizim kartofu olacaqdır. Beləcə kartofu qoyuruq. İki qaba, iki cürə edirik. Yəni, biri 4 bucaq, biri isə yumru. Belə kartofu qoyuruq. Kartofu qoyduqdan sonra bax belə hər tərəfinə yayırıq. Ondan sonra əziz izləyicilər, zövqə görək. İkisinə də duz əlavə edirik. Biraz kartofa çox duz vurmaq lazımdır ki, çünki tuzu götürür. Bax, beləcə duz vurduq. Zövqə görə birazca qara istiot əlavə edirik. Istotumuz da gözəl, İrandan gəlmədir, gözəl tamı var, adı var, qoxusu. Elədikdən sonra başlayırıq mayonezlə xəttləməyə. Bax, beləcə xəttləyirik.
Belə xətledikdən sonra götürürük. Deməli toyuğumuzun döşətindən belə hər tərəfinə səpirik. Biraz ora, biraz da bu yumruya. Səpdən sonra üzərinə qoz ləpəsi əlavə edirik belə. Qoz ləpəsini nə qədər çox eləsək daha da yaxşıdır ki, içində gözəl, belə deyərdim, tam verəcəkdir və hamısını gəlin tökəyin, qalmasın. Və yenə də belə çəngəllə belə basırıq ki, tam yerini alsın. Elədikdən sonra yenə üzərinə də belə bir damcı tuz belə əlavə edirik. Biraz da istiot və yenə də mayonez deyirik. Beləcə mayonezi elədikdən sonra almamızla soğanımızı, çünki onlar ikisi bir yerdə xüsusi tam verir. Bax, almamızı da belə edirik. Hər tərəfinə və soğanımızı əlavə edirik. Deməli, bəzi adamlar deyir ki, salata soğan getmir, baş soğan vuranda da yaşıl soğan. Əzizlər, bu salat bizə ruslardan gəlibdir da, yəni bizim milli yeməyimiz deyil. Rusların da heç bir salatı soğansız olmur da, yəni əksəriyyəti. Belə etdikdən sonra yenə üzərini basırıq ki, biraz yatsın. Və yenə də duzumuzu mülkə görə duz vururuq və istiot. Yenə də başlayırıq mayonezimizi belə zolaq salmağa. Və yumurtamızı qoyuruq üzərinə. Belə elədikdən sonra
Yenə də istiyotlayırıq, duzlayırıq və mayonezləyib bir də üzərini basırıq ki, biraz yatsın və yenə də mayonezləyirik və sonuncu alayımızdır. O da isə pendir olacaqdır. Və üzərinə pendirimizi əlavə edirik. Beləcə eləyib basırıq ki, şey olsun. Artıq demək olar ki, salatımız hazırdır. Deməli, əzizlərcə gördüyünüz kimi bax beləcə oldu və bunu beləcə yavaşca çıxardırıq. Bunu da belə. Artıq pispağa salatımız hazırdır. Baxın belə. Dadı çox gözəl, özü də gözəl alır. Əziz izləyicilər, bugün biz çox gözəl bir qarğadalı salatı hazırlayacağıq. Bunun üçün bizə nələr lazım olacaqdır? Gördüyünüz kimi toyuğun döş ətidir, bax beləcə didilibdir. Konservləşdirilmiş qarğadalı, kartof, yumurta, kök və göy soğan lazım olacaqdır. Bir də mayonez, təbii ki, duz yox da zövqə görə. Deməli, bax bu tərəvəzlərimizin üzərinə kukuruzumuzu əlavə edirik, qarğadalımızı belə deyək və toyuğumuzun döş ətini əlavə edirik. Üzərinə zövqə görə duz əlavə edirik. Və istiyot, qara istiyot. Belə əlavə etdikdən sonra mayonezdən götürüb üstünə töküb bunu yaxşıca belə deyərdim qarışdırırıq. Biraz da tökək, bir də mayonezi çox olar. Az olsa əlavə etmək olur. Ancaq çox olsa elə əlavə etmək olmur əziz izləyicilər. Yəni götürmək olmur da belə deyək. Və yaxşıca qarışdırırıq. Bu il yeni il gəlir. Hər kəsə uğurlar, xoşbəxtlik. Biz bu il ümumiyyətlə stalişni eləmədik yenidən. Çünki stalişni dərdən düşübdür. Yeni gözəl salatlar elədik. Mayonezimiz biraz deyəsən az oldu. Biraz da əlavə edək. Qarışdırıb. Dibdən qarışdırmaq lazımdır ki, bütün tərəvəzlərimiz belə deyəlim bir-birinə qarışsın. Bax belə.
Belə. Artıq salatımız hazırdır. Belə indi boşqaba qoyub süfrəyə vermək olar. Belə əziz izləyicilər, qaba qoyduq və artıq süfrəyə vermək olar. Çox dadlı və gözəl bir salat. Bax belə əziz izləyicilər, bütün salatlarımızı hazırladıq. Özünüz də görürsüz. Bax belə bəzəklər də vurduq. Gördüyünüz kimi necə gözəl alındı. Belə, bu qədər. Hər kəsi yeni il münasibəti ilə təbrik edirəm. Həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Uzun ömür, can sağlığı və həmrəy olmağa səsləyirəm. Bayramınız mübarək olsun əziz izləyicilər. Qoy bu 2026-cı il at ili hər birinizə uğur gətirsin, xoşbəxtlik gətirsin, can sağlığı gətirsin. At muraddır. Nə ürəyinizdə nə muradınız var, ona çatasınız. Kim mənzil arzusundadır, ona çatsın. Kim evlad arzusundadır, ona çatsın. Kim xoşbəxtlik arzusundadır, ona çatsın. Hər kəs bu həyatda öz istədiyi xoşbəxtliyə çatsın. İnsan olağın əziz izləyicilər. Sağ olun, salamat qalın, bayramınız mübarək.